Uğurun lap zirvəsinə çatmaq və sonra hər şeyi itirmək. Bu necə mümkündür? Bugün Jack London'un heç vaxt unudulmayan əsəri Martin Eden'in o dərin, o faciəvi hekayəsinə birlikdə başvuraq. Elə gəlin, Roanın ta ürəyində yatan o sualla başlayaq. Amma bütün arzularına çatan bir insan hər şeyini necə itirə bilər axı? Bax, bu sual var ha, elə bil Martinin bütün səyahətinin açarıdır. Və inanın mənə, hekayənin sonuna qədər bizi bir an belə rahat buraxmayacaq. Yaxşı, hekayəmizin mərkəzində kim dayanır? Martin Eden. Kobud, bəli, amma ürəyi təmiz bir dənizçi. Və onun həyatı çox adi bir təsadüflə kökündən əbədi olaraq dəyişmək üzrədir. Bir anlıq təsəvvür etməyinizi istəyirəm. Bütün ömrü gəmilərin göyərtəsində, dənizin o duzlu havasında keçmiş bir adam. İndi o, kitablarla, incəsənətlə dolu, tamam başqa, zərif bir dünyaya ayaq basır. Və o yeni mühitdəki narahatlığı, o yöndəmsizliyi, elə bir ki, əlini uzadıb toxuna bilərsən. Qarşımızda, deməli, bir-birinə tamamilə 180 dərəcə zid iki dünya var. Bir yanda Martinin o fiziki gücə, sağ qalma mübarizəsinə söykənən həyatı, digər yanda isə Rufun incəliklə, biliklə, mədəniyyətlə yoğrulmuş dünyası. Aralarındakı o məsafə, valla elə bir iki ayrı planet arasındakı məsafədir. Və Ruf, bilirsiniz, Ruf Martin üçün sadəcə bir qadın deyil, xeyr. O, Martinin heç vaxt dadmadığı, amma içində həmişə arzuladığı hər şeyin canlı bir simvoludur. Bilik, zəriflik, gözəllik, hər şeyin. Və bax, o ilk görüş, o ilk heyranlıq var ha, elə bil bir qığılcım düşür və Martinin bütün həyatının axarını dəyişdirir. Rufaya olan bu sevgisi elə bil ki, Martinin içində yatan bir nəhəngi oyadır. O artıq sadəcə bir dənizçi olmaqla kifayətlənə bilməz. Yox, o Rufaya layiq olmalıdır. Və bu arzu, bu istək onu çox çətin, amma bir o qədər də şərəfli bir yola çıxarır. Yazıcı olmaq yoluna. O, sözün əsl mənasında gecəsini gündüzünə qatır. Kitabxanalar olur onun ikinci evi. Oxuduğu hər cümlə, öyrəndiyi hər yeni bilgi onu Rufaya doğru bir addım daha yaxınlaşdırır sanki. Bilirsiniz, bu artıq sadəcə oxuyub öyrənmək deyil, bu bir sevgi uğrunda edilən böyük bir fədakarlıqdır. Və gəlin bir şeyi unutmayaq. Martinin qələminə hərəkətə gətirən güc adi mürəkkəb deyil. Yox, o güc Rufa olan o tükənməz sevgidir. Çünki o, Rufun gözlərinə baxanda öz gələcəyini görürdü. Arzularının çin olacağı o işıqlı, o möhtəşəm dünyanı görürdü. Amma sevgi ilə başlanan bu yol heç də güllü çiçəkli değildi. Əksinə, indi gəlin Martinin o illərlə çəkən amansız mübarizəsinə, üzünə çırpılan qapılara birgə baxaq. Düzü 2 il. Baxın, bu sadəcə bir rəqəm deyil, yox, bu yüzlərlə yuxusuz gecə deməkdir, boş bir mədə, buz kimi bir otaq və saysız-hesabsız rədd cavabı deməkdir. Martin bu 2 il boyunca təkcə yazıcı olmaq üçün yox, həm də bəlkə də daha çox həyatda qalmaq üçün mübarizə aparırdı. Yaxşı, bəs bütün bu fədakarlığın, bu çəkilən əziyyətin nəticəsi nə oldu? Nəticə buydu, hər gün poçt qutusuna gələn və onun bütün ümidlərini bir-bir sındıran o soyuq, o rəsmi rədd məktubları. Təsəvvür edin o mənzərəni. Otağın bir küncündə üst-üstə yığılmış bir qalaq zərf. Onların hamısı Martinin geri göndərilmiş əlyazmaları idi. Hər bir zərf əslində sönmüş bir ümid idi, qırılmış bir xəyal idi. Və sonra heç kimin gözləmədiyi bir anda birdən-birə hər şey dəyişir. O illərlə davam edən sükutu qəfil alqış sədaları əvəz eləyir. Amma bu qələbə Martinə heç də sevinc gətirmir. Əksinə, zəhər kimi acı bir istehza dadı verir. Gəlin bir xatırlayaq da, dünənə qədər bütün qapılar onun üzünə bağlı idi, düzdür? Heç kim onun sətirlərindəki o istedadı, o ruhundakı yanğını görmək istəmirdi. Martin ədəbiyyat dünyası üçün sanki yox idi, görünməz idi. İndi isə işin ən dərin, ən acı ironiyasına diqqət yetirin. Martinin əsərləri bir zərrə də olsun dəyişməmişdi. Eyni sözlər, eyni cümlələr idi. Dəyişən tək bir şey var idi, onun adı ətrafında yaranan o parıltılı şöhrət. Dünən zibil qutusuna atılan əsərlər bugün göylərə qaldırılırdı. Və Martin çox acı bir həqiqətlə üzləşir. Anlayır ki, bu cəmiyyət onun istedadını yox, sadəcə şöhrətini alqışlayır. O, bir vaxtlar can atdığı, daxil olmaq istədiyi o yüksək cəmiyyət var ha,
İndi gözündə o qədər dayaz, o qədər mənasız görünür ki, çünki görür ki, heç kim onun sənət uğrunda apardığı mübarizəyə baxmır, hamını maraqlandıran tək şey onun bank hesabıdır. Yaxşı, bəs uğur sənə arzuladığın hər şeyi versə də, içindəki o böyük boşluğu doldura bilməyəndə nə edəsən? Gəlin baxaq, bu saxta qələbə Martini addım-addım necə bir faciəyə aparıb çıxarır. Martin artıq hər şeydən bezir. Bu saxta parıltıdan, bu dayaz cəmiyyətdən tamam usanıb və son bir ümidlə üzünü yenidən doğma bildiyi dənizə, o cənub adalarının sakitliyinə tutur. Düşünür ki, bəlkə əsl xoşbəxtlik elə oradadır. Aldığı o bilet əslində sadəcə bir kağız parçası deyil. Yox, bu onun keçmişinə qayıtmaq cəhdidir. Özünün əsl məninə, o sadə dənizçi Martinə dönmək üçün atdığı son ümidsiz bir addımdır. Amma ən dəhşətlisi odur ki, qaçış artıq mümkün deyil. Dənizin ortasında belə o şöhrətin lənətə gəlmiş kölgəsi ondan əl çəkmir. O, artıq o köhnə sadə dənizçi Martin Eden deyil, o, indi hər kəsin tanıdığı məşhur yazıcı Martin Edendir. Və bu həqiqət onun içində qalan o son ümid qırıntılarını da toza çevirir. Və beləliklə, Martin Edenin hekayəsi bizi bu çox dərin, bu əbədi sualla üz-üzə qoyur. Uğur əslində nə deməkdir? Bəlkə də Jack London'ın bizə pıçıldamaq istədiyi budur. Əsl uğur kənardan gələn o gurultulu alqışlar deyil. Əsl uğur gecə başını yastığa rahat qoya bilməkdir. O, daxili huzurdur.